Salam, hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Sizin səhət proqramında hər birinizi xoş gördük. Diqqətiniz bugün bizdə olsun. Nəyə görə? Çünki çox dəyərli bir həkim qonağımız var. Hər zaman gələndə bir-birindən maraqlı və insana lazımlı məsləhətlər verir. Ona görə də istəyirəm vaxt itirmədən həkim qonağımı sizə təqdim edeyim. Beləliklə, ali dərəcəli həkim, terapevt, diyetoloq İradə xanım İmanova bizimlə bərabərdir. Həkim, xoş gördük sizi, xoş gəlmişsiniz. Salamlayıram mən də sizi, tamaşaçıları da sizin üzünüzdə. Yəni hamı xoş gün, xoş həftə, yəni xoş günlər arzulayıram. Ən gözəli də elə xoş günlərin olmağı da düzdür, bəzən bizim əlimizdə olur xoş günümüz. Niyə? Əgər xəstələndiksə, deməli günün xoş keçməsindən söhbət gedə bilməz. Ona görə də mütləq sağlığımızın qayğısına qalmalıyıq. Beləcə, hörmətli tamaşaçılarımız, bugün nədən danışacaq? Mövzumuz nədir? Daha çox qadınları maraqlandıran və nəzərə alsaq ki, xəstəliklər cavanlaşır və buna da artıq 35 yaşından sonra rast gəlinən bir, belə deyək də, bilməm, indi xəstəlik demək olar, yoxsa bir problem demək olar. Bəli, xanımların problemindən danışacaq, klimaksdan danışacaq. Ona görə də klimaksı daha çox, belə deyək də, istiliklə, hərarətlə, əsəblə keçirən xanımlarımız mütləq diqqətiniz bizdə olsun. Və İradə xanım, mən istəyirəm ki, telefon nömrəmizi də söyləyim bizim tamaşaçılara. 510-3806 canlı efrimizin telefon nömrəsidir. Buyurub zənglərinizi vura bilərsiniz. İradə xanım, ümumiyyətlə qısaca bir giriş verə görə klimaks nədir və nədən, belə deyək də, belə hallar yaşanır xanımlarımızda? Ümumiyyətlə, tərcümədə klimaks nə deməkdir? Pilləkandır. Yəni ki, bu pilləkandır, bu pilləkanı qalxmaq üçün də ona bir dövr lazımdır, vaxt lazımdır. Hər bir insanda, hər bir qadında bunun öz yaş dövrü var. Siz demişkən, indi artıq klimaks dövrü qat-qat cavanlaşıb. O niyə? Ona görə ki, stres hallar çoxalıb və əlbəttə ki, 35 yaşında da, 45 yaşında da biz bunu müşahidə edə bilirik. Amma normal şəklində qadında 50 yaşından sonra klimaks dövrü yaşanır və klimaks dövründə o predklimakterik, yəni ki, klimaksa əvvəl dövrü, o çəkir kimdə 2 il, kimdə 8 il, klimaks dövrü, yəni ki, son aybaşı günü və klimaksdan sonraki vəziyyət. Bu da 6-8 il qadınlar var, qadınlar əziyyət çəkirlər. Əlbəttə ki, görürsünüz ki, burada təxmini 10-15 il ərzində qadın halbahal olur, qadınlar müxtəlif halları müşahidə olur, çox vaxt başa düşə bilmir ki, niyə onun ürək döyüntüsü çoxalıb, niyə onun sümükdə ağrıları başlayıb, niyə onun tərləmə, yəni ki, tər problemi çoxalıb, niyə halbahal olur, gah isti olur, gah onu soğuq olur. Əlbəttə ki, bunun əsas mənbəyi çox vaxt terapevtlərə də müraciət eləyəndə birinci həkimin sualı olur ki, klimaks dövrü necə keçirirsiniz və yəni ki, hal-hazırda vəziyyət nə yerdədir? Niyə? Ona görə ki, bizdə cinsi orqanlar, yəni ki, hormonal fonu, orqanizmdə olan hormonal fonu bütöv dəyişikliklər müşahidə olunur. Və əlbəttə ki, mən burada 30 gün preparatından danışmaq istəyərdim. Yəni ki, bu klimaks dövrünə hər qadın, yəni ki, hazırlıq görməlidir ki, o pilləkanı qalxanda rahat qalxa bilsin. Rahat qalxa bilsin. Yəni ki, o deyirəm 2-8 il, yəni ki, o problem 8 ilə uzanmasın. Yəni ki, o problem rahatlıqla keçsin. O pilləkanı qalxanda da rahatlıqla qalxıb, yəni ki, o klimaks dövrünü rahat keçirsin. Və əlbəttə ki, çox vaxtı bu 30 gün preparatı ilə bağlı bir də görsüz zəng eləyirlər, deyir ki, axı bu arğılama dərmanıdır. Bəli, bu həqiqətən arğılama dərmanıdır. Burada 1-2 ölçü insanda azalır. Yəni ki, məsələn, 42 razmer geyinirdirsə, artıq siz 40 razmer geyinirsiniz. Niyə? Burada çəkini azaltmır, şişmanlığı azaldır. Və ondan nə ilə əlaqəlidir? Yəni ki, bunun tərkibində olan təbii çiçəklər bu klimaks dövründə olan problemlərin tənzimləyir. Və bu hormonal preparat deyil, bu təbii həblərdir və bu Norveç mütəxəssisləri tərəfindən istehsal olunmuşdur 1985-ci ildən və o ildən xaricdə çox geniş istifadə olunur. Bunu nəyə əsasən mütəxəssislər yəni ki,
söyləyiblər ki, burada qarın və bud nahiyədə olan piyləri bu əridir. Qarın və bud nahiyədə olan piylər sırf reproduktiv, yəni ki, cinsi orqanların fəaliyyətini məhdudlaşır. O təsəvvür eləyin ki, necə ki, çay axır, o çayın üstünə biz daş belə böyük qaya atsa, o çay axa bilməz. Elə də qan dövranı piy içində olduğu zaman o qan dövranı normal orqanizmdə dövr edə bilir və əlbəttə ki, normal həmin bu cinsi orqanların fəaliyyəti, yəni ki, onu bəsləyə bilmirlər və cinsi orqanların fəaliyyəti zəifləyir. Və ona görə də, yəni ki, burada həm stres halları da klimaks dövrünü tezləşdirir, yəni ki, vaxtından əvvəl müşahidə edirik bəzi qadınlarda və əlbəttə ki, 30 gün preparatı bu problemləri aradan götürür. Məsələn, klimaks dövründə nəinki halbahal, bir də görürsünüz ki, aybaşıda və bir də görürsünüz xanımlarda 2 yaxud 3 ay müddətində, yaxud 40 gün müddətində aybaşı problemlərin çətinlik çəkirlər, yəni ki, aybaşı olmur, onlar şişman olurlar, qarın nahiyə qabağa çıxır, görürlər ki, yəni ki, o heç o qədər yemir, o qədər içmir, amma günü-gündən insan şişir, çəkiyə qalxdıqca görür ki, çəki artır və əlbəttə ki, bu problemlərdə 30 gün preparatı onlar içdikcə, onlar öz gözünün qabağında görürlər ki, əl nahiyədə olan, ayaq nahiyədə olan şişkinlik qat-qat başlayır azalmağa və onlar özlərində yüngüllük hiss edirlər. Nəinki klimaks dövründə bu aybaşı problemlərlə bağlı insanlar əziyyət çəkirlər, həmçinin güclü baş ağrılar orada müşahidə olunur. Bizim elə tamaşaçımız var, məxsusi olaraq elə baş ağrısından sual vermək istəyir və bilmək istəyir, görsün o klimaksla əlaqələrdir, yoxsa yox. Alo, hər vaxtınız xeyir olsun. Alo, salam. Xoş gördük sizi. Xoş gördük, buyurun. Başlayın, xoş günlərdə görüşək. Buyurun. Mənim demək olar ki, 52 yaşım olacaq, 51. Nətər, məndə baş gicəllənmələri çox olur. Ayda məsələn olur, bir 3 gün davam edib, bu təzəlikdən elə 3 gün oldu, davam elədi, sonra dayandı. Bu klimaksdan deyirlər, ola bilər. Deyim, görüm, ola bilərmi ondan? Həqiqətən bu... Təşəkkür edirik zənginizə görə. Buyurun. Burada sırf klimaks dövrün bir şikayətidir. Yəni ki, klimaks dövründə birinci baş ağrılar, baş gicəllənmə, sümükdə olan ağrılar, aybaşı pozğunluğu, bax belə bir şeylər müşahidə olunur. Ona görə də deyirəm, 30 gün preparatı onlar qəbul etdikcə bunun tərkibində var cır limon. Cır limon sırf sinir sistemi ilə bağlı problemləri bərpa edir və bu baş ağrıları aradan götürür və çox vaxtı belə xanımlar çox yorğun olurlar. Heç nə də eləməsələr, belə yataqdan duranda görürlər ki, elə bir halsız hiss edirlər. Çox özünü halsız hiss edirlər. Elə bir ki, deyir ki, neçə dənə yük daşımışam. Bax, belə ağırlıq özlərində hiss edirlər. Bax, bu preparatı onlar qəbul etdikcə, deyirəm, o sidik qovucu effektin verəndən sonra, o şişmanlıq yatandan sonra, baş ağrıları yox olandan sonra insan çox yüngül olur və deyir, quş kimi özümü hiss edirəm. Belə quş kimi vəziyyəti müşahidə olunur. Yəni ki, bu preparatdan yaxşı olardı ildə 1-2 dəfə istifadə etməyə, yəni ki, 6 aydan bir istifadə eləyəsiz. Niyə? Mən sizə demişkən, yəni ki, klimaks dövrü, yəni ki, klimakterik, predklimakterik dövr 8 ay ilə kimi ola bilir klimaks dövrü və postklimak, yəni klimaksdan sonraki dövrü. O da çəkir 6-8 il. Görün, insan neçə il özünü çox pis eləyir, ürək döyüntüsü çoxalır, gedir, ürək həkiminə deyirlər ki, heç nə yoxdur, nədər heç nə yoxdur, o hiss edir ki, özünü çox pis eləyir. Əsasən də klimaks dövrün ən pis xüsusiyyəti odur ki, onun fəsad olan problemlər yarana bilər. Yəni ki, bu xoş xəstəlik, yəni ki, Allah eləsin, xoş xəstəlik şişlər əmələ gəlir, cinsi orqanlarda, döş və süd vəzlərində, yaxud yəni ki, pis problemlərə çevirə bilir, hərçək kimi xəstəliklərə. Və 30 gün preparatın tərkibində beta-glukan olduğuna görə həmin bu beta
qluqan hərçin hüceyrələrini tapır, blokada edib onları məhv edir. Və əlbəttə ki, bunu profilaktik olaraq, yəni ki, hansısa ailədə, yəni ki, xərçəng xəstəliyi ilə vəfat edən insanlar, yəni ki, əzizləri varsa, 30 gün preparatı onlar ildə 2 dəfə içdikcə profilaktik olaraq özlərini xərçəng xəstəliklərdən uzaq edə bilərlər. Həmçinin bir şey də danışmaq istəyərdim ki, klimaks dövrü olduğu zaman bəzi xanımlarda mastopatiya kimi problemləri müşahidə olur. 30 gün preparatın tərkibində çəhrayı radiola, ona deyirlər, çəhrayı radiola var. O həmin o çəhrayı radiola mastopatiya problemlərinə də çox müsbət təsir görür və o problemləri tədricən aradan götürür. Məsələn, bir ay içəndən sonra 1 milli, yəni ki, o düyün kiçilir, 1 milli. Yəni ki, o da az deyil və əlbəttə ki, onunla bərabər 30 gün preparatı nəinki qadınlar üçün, həmçinin kişilərə də çox müsbət təsir göstərir. Niyə? Klimaks dövrü həm qadınlar keçirir, həm özünə görə kişilərimiz də keçirir. Yəni ki, burada adenoma prostatada problemləri müşahidə olunur. Yəni ki, prostatanın şişməyini biz müşahidə edirik və insanlar, yəni ki, kişi xeylağı artıq bir də görürsən ki, axşamlar 2-3 dəfə məcbur olurlar ayaq yoluna getməyə. Yəni ki, sidik ifrazı çoxalır. Getdikcə də görürlər ki, yəni ki, sidiyin ifrazı miqdarı az olduğu belə o onları axşam yuxudan narahat edir. 30 gün preparatı onlar qəbul etdikcə artıq 2-3 gündən sonra o problemlər aradan götürülür. Görürlər ki, yəni ki, artıq 3 dəfə dururdusa, 1 dəfə duracaq, yaxud 2 dəfə dururdusa, heç durmayacaq. Yəni ki, sidik ifrazı normal olur və tam boşalma müşahidə olunur. Nə deyəcəkdim? İnformasiya çoxdur, bilirəm, hamısını çatdırmaq istəyirsiniz. Ona görə də hörmətli tamaşaçılar, yenə də diqqətiniz bizdə olsun. Çünki biz Klimaksdan danışırıq. 510-38-06 saylı telefonumuz sizin ixtiyarınızdadır. Ola bilsin ki, bu özünü elə göstər ki, siz bilmirsiniz, siz Klimaks dövrü yaşayırsınız. Həkimin söylədiyinə görə də, yəni maraqlı informasiya oldu mənim özüm üçün də ki, 2 ildən 8 ilə qədər uzana bilər bu. Çünki adətən daha çox o istilənmədən şikayət edən insanlara mən bir balaca qəribə baxıram ki, nə qədər elə neçə ildir söylür ki, Klimaks keçirdirəm, ondan da Klimaks keçirdim. Sən demə, yəni doğrudan da bunun belə uzun bir müddəti ola bilərmiş. Bizim tamaşaçımız var telefon xəttində, qəbul eləyək. Alo, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, buyurun. Salamlayıram sizi də. Xoş gördük. Doktora, belə bir sualım var. Mənim də hal-hazırda 43 yaşım var. Mən hələ Klimaks dövrü keçirmirəm də. İndi bilmək istəyərdim, neçə yaşından başlayır, bir də əlamətləri necə olur? Neçə ildir davam edir, onu da bilmək istəyərdim. Bunun hamısı haqqında bizim həkimimiz danışdı. Yəni mən də vurğuladım. Ola bilsin ki, gec qoşulub. O zaman sizin sualınıza cavab verəcək həkim. Buyurun. Mən yenə deyirəm, profilaktik olaraq 35 yaşından qadın özünü qorumalıdır. 35, 45, bax 43 yaş yəni ki, Klimaks dövründə yarısı hazırlıq mərhələsidir. Niyə 40 yaşından sonra qadınlar birdən-birə başlayır kökəlməyi? O yəni ki, orada hormonal problemlər biraz özünü göstərir. Bəzi adamlarda bir də görsən qalxanvari vəzində düyünlər əmələ gəlir. Yəni ki, bu hormonal pozğunluğun bir növüdür. Əlbəttə ki, Klimaks dövrü normada Klimaks insan, qadınlar 50 yaşında keçirməlidir. Amma var insan 35 yaşında da Klimaks dövrü keçirir, 45 yaşında da keçirir, 43 yaşında da keçirir və əlbəttə ki, yenə dediyim sizin hazırlıq görmək üçün və bu Klimaks dövrü müddəti azalmaqdan ötəri, yəni ki, bu 2 ildən 8 ilə kimi ola bilər və Klimaksdan sonraki vəziyyət 6 ildən 8 ilə, yenə deyirəm, 10-15 ilə kimi uzana bilər bu vəziyyət. Və xanımlar baş ağrıdan əziyyət çəkirlər. Necə xanım əvvəl zəng eləmişdi, baş gicəllənmədən, yəni ki, halbahal olmağa, gəh tərə basırlar, gəh soyuq olurlar, gəh soyunurlar, gəh
geyinirlər. Buraya istidir, başlayırlar pəncərələri açmağa. Avtobusda bir də görsən, açın boğuldum. Yəni ki, bu vəziyyətləri yaşayırlar. Narahatçılıq olur, ürək döyüntüsü çoxalır, ürək problemlərini yaşayırlar, sinir problemlərini yaşayırlar, sümük ağrılarını yaşayırlar və 30 gün preparat bu problemlər çox gözəl bərpa edir. Niyə? O qarın nahiyədə piy əridikcə yumurtalıqların fəaliyyətini yaxşılaşdırır və birinci çox vaxtı xanımlar, şişman xanımlar əziyyət çəkirlər, yeriyə bilmirlər də, ayaq ağrıları olur onlarda. O şişmanlıq yatdıqca ayaq ağrıları keçir. 6-cı gün biz qonaq olmuşuq, yəni ki, mənim qohumum hər dəfə bunu zakaz edir, 6 aydan bir özü içir. Mən heç nə bilmirəm, mən özüm hamıya başa salıram ki, 3 gündür içirəm, ayaqlarım ağrımır. Yəni ki, o niyə? Ona görə ki, sidik qovucu gözəl effekt verir və o şişmanlığı yatızdırır. Mən istəyərdim 30 gün preparatının əks təsirindən danışam. Yəni ki, hansı insanlara bunu qəbul etmək olmaz. Bizim tamaşaçımız var telefon xəttində. Elə 30 gün preparatını qəbul edə bilərmi, bilməzmi? O ilə bağlı sual vermək istəyir. Eşidək sualını. Allah hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Buyurun. Çox sağ olun. Mən sizdən xahiş eləmək istəyirdim. Elə bir ki, mənim 30 yaşım var. Özüm uşaq yedirəm hal-hazırda. Bu elə bir ki, 3 aydan bir məndə həmən xəstəlik baş verir. Ancaq bir sözlə deyim ki, o dediyi halların hamısı məndə olur da, yəni bu dərmanı... Neçə yaşına? Övladınıza süd verirsə söylədiniz. 30 yaşınızda övladınıza süd verirsə söylədiniz. Bəli. Aha, 3 aydan bir aybaşı görür, bəli. Aybaşı, aha. Yəni bu kökəlmədir, şişkinlikdir, yorğunluqda bunların hamısı məndə olur. Teşekkür ederiz zəngizə görə. Təbii ki, indi 3 aylıq uşağı var. Xanımın əgər düzgün hesapladıqsa 3 ayda süd verirsə, təbii ki, yorğunluğu olmalıdır körpə uşaq. Burada mən əks təsiri demək istəyərdim. Bu 30 gün preparatı bu xanıma qəbul etmək qətiyyən olmaz. Niyə? Ona görə ki, o süd verən anadır. Yəni ki, süd verib qutardığı zamanda o bunu istifadə eləsə çox özünü yaxşı hiss eləyəcək. Yəni ki, bu doğuşdan sonraki vəziyyətdən o şişmanlıq yaradır və onlar çox vaxtı düzgün qidalanmırlar. Deyirlər ki, bax, çox içim, çox yiyeyim ki, südüm artsın. Əslində bu, yəni ki, südün artımına gətirmir. Siz şişkin olursunuz. Məsələn, indi qış vaxtı olduğunu görə hələ də yaz qabaqdadır. Mən məsləhət bilərdim o xanıma ki, çox şişman olmasın deyən kök sokundan istifadə eləsin. Kök sokun günə 1 litr iç söz bəs edər. Yəni ki, çox qəşəng süd vəzləri işlədir. Çox yaxşı analara müsbət təsir. Yəni ki, adici mən həmişə deyirəm ki, axşam uşağınızı oyadacaqsınız ki, yəni ki, südümü verim. O qədər, yəni ki, dolğun olur. Yəni çox vaxtı analar əziyyət çəkirlər. Başlayırlar zquşyonu almağa, onu süd kimi, yəni ki, o düzgün deyil. O şişmanlıq verir, o qədər süd vəzni işlətmir, həmçinin çox böyük köplər yaradır. Həm qadında, həm uşaqda. Uşaq da çıqıra-çıqıra qalır, yəni ki, niyə? Ona görə ki, köpdən əziyyət çəkir. Əsasən də 3-4 aylığına kimi o uşaqlar təbii halda onsuz da köpdən əziyyət çəkirlər. Ananın düzgün qidalanmamağıdır, lap üstəlir problemi. Lap artır. Yəni ki, o xanıma mən məsləhət bilərdim ki, hələlik kök sokundan istifadə eləsin, artıq süd verən zamanı qutarandan sonra bu preparatdan istifadə etsə, o özünü çox yaxşı hiss eləyəcək 2 ay ərzində. Növbət tamaşaçımız var, xəttə onu da qəbul eləyək. Alo? Hər vaxtınız xeyir olsun. Alo. Alo, xoş gördük. Hər vaxtınız xeyir. Həkimimizi salamlayıram, sizi də. Buyurun. Həkimə bir sualım vardı. Mənim 51 yaşım var. 1 ildə aybaşıdan kəsilmişəm, tamam. Amma dəhşətli dərəcədə ayaqlarımda ağrılar var. Bilmək istəyərdim o 30 gün... 30 gün preparatı qəbul eləsəz necə olar? İstifadə edə bilərəm hazırda. Öz kisədə daşınız yoxdur sizin? Yox. Böyrəklərdə daş yoxdur? Yox. Böyrəyimdə azca soyuq
vaspolitini var. Ona xeyirdir. Yox, daş tipici olur. Təşəkkür edirik zənginizə görə. Çox sağ olun. Böyrəkdə iltihabi proseslərdə çox müsbət təsir göstərir. Yəni ki, əks təsiri ancaq öd kisədə və böyrəkdə olan daşlardır. Süd verən analar və hamilə qadınlar, bir də 12 yaşına kimi uşaqlar. Bu xanımın zəngində mən yəni ki, tanışçılara da bildirirəm, belə halları siz yaşayırsınızsa, 30 gün preparatı sizə çox müsbət təsir göstərəcək. Yəni ki, klimaks dövrü keçirdiyimiz zaman sümükdə olan vitaminlər yuyulur. Təbii halda çox yüksək formada yuxulur. Kalsi çatışmamazlığı müşahidə olunur bu insanlarda. 30 gün preparatı qəbul etdikcə onunla bərabər, yəni ki, kalsi preparatlar, məsələn, kalsi detrinka məsələndə, yəni ki, müxtəlif təbii vitaminlər var. Onlar qəbul etdikcə o ayaq ağrıları keçkidə gedəcək. Yəni ki, burada 30 gün preparatı şişmanlığı götürdükcə ayaq ağrılarını aradan götürür. Mən o necə deyirəm, xanıma deyirəm, onun da 52 yaşı var, 30 gün preparatı içindən sonra deyir ki, artıq mənim ayaqlarım ağrımır. Niyə ağrımır? Ona görə ki, ayaqda olan, o butlarda olan selülitin bu qarşısını alır, yəni ki, azaldır və azaltdıqca qan dövranı, onurğa oynaqlara yaxşılaşdırır, yəni ki, o məhdud vəziyyəti aradan götürür, yaxşılaşdırır və ayaq ağrıları tədricən azalır, aradan götürülür. İndi baxır, orada hansı problemdir də, yəni ki, oynaq xəstəliyi varsa, tam deyə bilmərəm. Amma klimaksla bağlı problemdirsə, köməklik eləyir. Növbət tamaşaçımızın da zənginə qəbul eləyək. Alo. Alo. Hər vaxtınız xeyir olsun. Salam. Salam xanım, xoş gördük. Buyurun. Həkimi də salamlayıram. Anam, mən bilmək istəyədim, bunlar şəkərli diabet istifadə edə bilər? Bəli, bəli. Burada tərkibində var beta-glukan dediyim kimi, burada var çəxrayır, cır, limon, zəncir otu kökü, sonra ənginar. Belə şeylər var ki, yəni ki, hansı ki, şəkərli diabetdə də çox gözəl köməklik göstərir. Şəkərli diabetin faizini də azalır. Yəni ki, şəkər diabetdə olan o hormonal pozğunluğu köməklik eləyir. Öz preparat kimyəvi, yəni ki, mən bilmirəm burada amarildir, indi nə qəbul edir. O preparatla bərabər 30 gün preparatı onlar qəbul etsələr, onlara çox gözəl təsir göstərir. Xüsusi mən onu vurğulamaq istəyirəm tamaşaçılara ki, yəni İradə xanımın göstərdiyi bu 30 gün preparatı və ümumiyyətlə, belə deyək də, bu şirkətin təqdim elədiyi preparatların hər birinin tərkibi tam təbiidir. Yəni, burada kimyəvi qatqı heç nə yoxdur. Ona görə də müəyyən xəstəliklərin, belə deyək də, çözümündə özünüzü rahat hiss eləməyinizdə çox gözəl yardımcıdır. Və keçən dəfə verilişimizdə diqqətimi çəkmişdi, söyləmişsiniz ki, prostat vəzinin problemlərinə də təsir göstərir. Çox böyük, bəli. Mümkünsə o ilə də bağlı biraz danışaq. Buyurun, deməli kişilərdə 40 yaşından sonra, o kişilərdə gənə deyirəm, 40 yaşından sonra hazırlıq, yəni ki, problemlər yaşanır artıq və prostat vəzidə problemlər olduqca, yəni ki, sidik ifrası məhdudlaşır və ayrı problemlər yaşayırlar kişi xeylaqları və 30 gün preparatı çox gözəl təsir göstərir bu problemlərdə. Niyə? Tərkibində olan beta-glukan, onu androloqlar gözəl bilir, onlar da o dərmanları təyin edirlər və burada təbii beta-glukan olduğuna görə o şişmanlığı azaldır, yəni ki, qarın nahiyədə piyləri əridir və sidik yollarını, elə bir ki, sidik yollarda olan gərginliyi aradan götürüb sidik ifrasını rahatlaşdırır. Elə bir ki, axşam kişi xeylağı 2-3 dəfə dururdusa, artıq o axşamlar durmur, axşam əziyyət çəkir və sidik kisədə, yəni ki, sidik ifrazı kişilərdə olduğu zaman çox rahatlıqla, yəni ki, tam boşalma müşahidə edilir. Onlar çox vaxt əziyyət çəkirlər, deyir ki, elə bir qalıq qalıb da, tam narahat edir. Ona görə də axşamlar dururlar və görürlər ki, yəni ki, sidik ifrazı o qədər də çox deyil, amma o
o bir damcı sidik də onu narahat edir, artıq oyadır, məcbur eləyir ayaq yoluna getməyə. Bax, bu, yəni ki, belə problemlər olduğu zaman 30 gün preparatı qəbul etmək çox müsbət təsir göstərir. Amma yaxşı olardı ki, yəni ki, börəkdə daş olmadığı zaman, məsələn, orada kristallar varsa, qum varsa, iltihabi prosesləri çox müsbət təsir göstərir. Amma daş olduğu zaman, yəni ki, burada daş əriyə bilər, yəni ki, kanalda belə bir problemlər yaşaya bilərmi? Mən onu, yəni ki, istəməzdim ki, bizim preparat həqiqətən çox gözəl preparatdır, hansısa mənfi təsir. Sadəcə, yəni təbii ki, əks göstəricilər varsa, bunu mütləq tamaşaçıya söyləmək lazımdır ki, yəni kim necə istifadə eləməyin bilsin. Həm də belə deyək də, əldə eləmək istəyən tamaşaçılarımız sizə mütəmadi telefon nömrələri təqdim olunur. Zəng vurub İradə xanımın özü ilə də əlaqə saxlaya bilərsiniz və təbii ki, sizin maraqlandıran sualların hər birinə cavab tapa bilərsiniz. Bir 2 dəqiqə vaxtımız var İradə xanım. Başqa hansı bir preparat haqqında danışmaq istəyərdiniz? Yox, mən hələ 30 gündən hələlikdə demək istəyirəm. Yəni ki, bu preparatı necə qəbul etmək olar? 1 yaxud 2 həftədən gündə 2 dəfə. Əlbəttə ki, yəni ki, qadın çox şişmandırsa, yaxud kişi xeylağı çox şişmandırsa, 2 tabletkadan 2 dəfə yeməkdən sonra qəbul etməyi məsləhət bilərdim. Amma qadın yaxud kişi xeylağı şişman deyilsə, 1 həftədən gündə 2 dəfə çox müsbət təsir göstərir və onlar özlərini çox rahat hiss eləyəcəklər. Tərkibi gənə dediyim kimi təbiidir, heç bir hormonal qatqısı yoxdur. Çox gözəl hormonal problemlərin tərzini, yəni ki, normallaşdırır və klimaks dövründə keçirdiyimiz narahatçılıqları rahatlıqla aradan götürür. Yəni, qısaca deyək ki, problem yaratmır, problemi aradan qaldırır. Sadəcə yenə də düzgün istifadə qaydası lazımdır və nə üçün istifadə eləyəcəksinizsə, hansı problemin aradan qaldırılması üçün istifadə eləyəcəksinizsə, o ilə bağlı soruşacaqsınız təbii ki, İradə xanımla sizə istifadə qaydası gündə. Təbii ki, indi bu xəstəlikdən asılı olaraq da dəyişir. Gündə kim neçə dəfə qəbul eləməkdir? Əlbəttə, yaxşı olardı ki, yəni ki, əlaqə saxlasınlar və mən çox geniş izah edə bilərdim hər insana. Ona görə ki, yəni ki, hər insana özünə məxsus problemlər var. Əlbəttə ki, o məxsus problemlərə görə də hərəkət olunur. Yəni ki, təyinat gedir. Yəni ki, təyinat eyni olunur. Aha, çox gözəl. Mən istəyirəm ki, bir balaca biz Oksitarımla da söhbət eləyək mümkündürsə. Çünki mən bilirəm ki, onun da çox gözəl, çox üstün bir cəhətlər var. Ümumiyyətlə, belə deyək də, sizin bu təbii tərkibli preparatların hər birinin çox gözəl, çox müsbət. Çünki mən özüm də vaxtı ilə Oksitarımın tabletindən də istifadə eləmişəm, Gavalından da istifadə eləmişəm. Bilirəm ki, yəni çox gözəldir. İnsan özünü həddindən artıq rahat hiss edir. Buyurun. Oksitarım tabletin gözəlliyi odur ki, yəni ki, bunun tərkibində gənə təbiidir və oksigen formulası var, təmiz oksigen. Oksigen bədənə qəbul etdikcə, yəni ki, bütün mikrobları, virusları, yəni ki, məhv edir. Həmçinin bunu biz məsləhət bilirik. Xroniki qəbzlikdən, elə problemlər yaşayırlar. Megakolon, dolikokolon problemlərində bu bir. İkinci, allergik problemləri aradan götürür. Ekzema, psoriaz, xroniki dəri xəstəliklərdə çox müsbət təsir göstərir. O problemi, ekzemada o dəridə partlayır, quruluq olur və onu, o problemləri aradan götürür. Xroniki allergiyalarda, məsələn, allergik bronxit, asmatik komponentinə çox gözəl təsir eləyir. Üz nahiyədə uşaqlarda, yəni ki, cavan yaşında onlar, üz nahiyədə, kürək nahiyədə olan səpkilər də çox müsbət təsir göstərir. Oynaq problemlərində çox müsbət təsir göstərir. Babasil problemində əsasən mən vurğulamaq istəyərdim ki, babasil problemində şamla bərabər biz istifadə etdikcə və düzgün qidalandıqca Oksitar tableti çox gözəl aradan qalxır. Təşəkkür edirəm İradə xanım. Çox sağ olun dəvətimizi qəbul edib gəldiyinizə görə. Sizinlə hər verilişimiz maraqlı keçir və bugün də mən bilirəm ki, çox gözəl informasiyalar ötürə bildiyi tamaşaçılara. Beləliklə, bugünkü qonağımız ali dərəcəli həkim, terapevt, diyetoloq İradə xanım İmanova idi. Sizə təşəkkür edirəm, hörmətli tamaşaçılar və təbii ki, hər zaman mənimlə bərabər olan Kasaba Qadın Geyimləri mağazasına çox böyük sağ ol deyirəm. Zövqlü xanımlar, mütləq yolunuzu kasabaya salın. Çünki ən gözəl geyimlər məhz oradan sizə təqdim olunur. Binə Ticarət Mərkəzinə baş çəkməyiniz kifayət eləyəcək. Çünki orada kasabanın bir neçə mağazası var. Görüşmək ümidi ilə Allaha əmanət olun.